İsmail rayonumuzun ərazisində super şəraitli tam hazır evimiz satışa çıxarılıb. 3 sot həyətimizdir. Bu həyətdəki sanitar qovşağı. Buradan evin arxa tərəfinə keçməyə yeri. Keçək, opşa hamısını götürək də qəşəng güllü çiçəkli həyətdir. Burada bilənçinə bir qladovkamız. Yəni kombi otağı kimi istifadə olunur. Artıq əşyalar falan da yığmağa yeri. Evin yəni dörd bir tərəfinə rahat şəkildə keçməyə yeri var. Yəni bütün bardan hər tərəfdən məsafəsi var. Yığcam həyətdir, 3 sotdur. Amma gözəl bir dizaynda yığılıbdır, tikilibdir. Burada manqalxanası həyətdə. Və buradan başlayaq. Evə giriş bir buradan var. Yəni bura cam balkondur. Besetka kimi də istifadə oluna bilər. Yəni stoldur. Balkonu açırsan, buradan evin girişidir. Evi bir daha tam şəkildə bir də götürək. Buradan da giriş var. Buradan da. Evə əsas yerdən giriş. Əsas girişdən girək. Burada girişdə şkafımız, şifanerimiz. Kondisioneri. Bura bir yataq otağımız. Evimiz kombi sistemlidir. Yəni mebellərimiz bahalı mebellərdən istifadə olunur evdə. Evimizdə əşyalı satılır. Bura sanitar qovşağımız. Evimizdə 3 dənə sanitar qovşağı var. Biri həyətdədir, ikisi otaq evin içində. Bura ikinci yataq otağımız. Və evimizdə 3 yataq otaqlıdır. Bu yataq otağının içində də bir dənə sanitar qovşağı. Bura üçüncü yataq otağımız. Yəni uşaq otağı kimi də istifadə olunur. Yəni evin dizaynı, mebelləri falan hamısı super səviyyədədir. Evdə 2 dənə kondisioner var. Burada zalımız. Evimizdə əşyalı satılır. Mərkəzə, bazara, məktəbə, hər yerə yaxın bir ərazidir. Koridor yenə evdən giriş hissəsi. Burada mətbəximiz. Yəni mətbəx mebeli falan hər bir şərait yenə öz qaydasında, öz yerində. Evimiz mühafizə kamerası ilə müşahidə olunur. Yəni burada da mətbəxdən də cam balkona, bax çöldən göstərdiyim cam balkona giriş hissə. Çöldən də girə bilirsiniz, mətbəxdən də. Yəni besetkaya. Besetkamız da evə birləşir elə. Yəni evimiz İsmail rayonumuzun ərazisində yerləşir. 3 sot həyətidir. Çox gözəl dizaynda, çox gözəl bir şəkildə dizayn olunmuş, mebellərlə təmin olunmuş bir evdir.
Bahalı mebellər və gözəl bir dizayna malik evdir.